Allah qadağan etdiyi çirkin yolları, günahları gör şeytan insanlara necə gözəlləşdirib, necə də şirinləşdirib. Hər gün insanların özləri günahlara, günahlardan çıxıb pis əməllərə, pis əməllərdən də çıxıb haram yollara girib çıxırlar. Bir sözdən Allahdan uzaqlaşıb şeytana yaxın dost olurlar. Baxın, birazdan o qədər günahlarla torpağa qoyulacaq və son dönüşü də yaradan Allah'a olacaq. İndi get cavab ver. Şeytan səni bu dünyada çox arxayın saldı. Səni qardaşlarından elədi, əzizlərindən elədi, atandan, anandan elədi. İbadətdən, namazdan, məsciddən, gözəl əməllərdən, Quran oxumaqdan, dualar etməkdən, hər bir xoş əməllərdən səni uzaq elədi. İndi o soyuq məzar, o da sənin illərlə yığdığın günahlar. İndi get, yaradan Allahına cavab ver.